göstərilənlərin hamısının cəmi 28 milyar 345 milyonu olması üçün hansı 120% artmalıdır? Hansı 120% artmalıdır? İlk olaraq bunların hamısını toplayarıq. Daha rahat həll yolu tapmaq üçün. Bunların hamısını toplasaq bu bizə verəcək 27 milyar 289 milyon. Amma neçə olsun deyir? 28 milyar 345 milyon. Aradakı fərq nə qədərdir? 1056-dır. 1056 artması üçün hansı 120% artmalıdır? Deməli, 1056 120%-in göstəricisiymiş. 1056-nı 120% götürsək, hansı ədəd əvvəlki imiş? Yəni 100% imiş. Təminat fondundan transfer.